En sayda tam ədəddən ən kiçiyini tapan alqoritmin blok sxemini qurun. Əvvəlcə edirik? Alqoritmi başladırıq. Daha sonra isə n dəyişənini daxil edirik. Yəni n-in sayını daxil edirik. Və yanında bir dənə x daxil edirik. Həmin x artıq bizim o n sayda ədəddən biridir. Bizə sadəcə hələ ki bir dənə, həmin o ədədlərdən sadəcə biri məlum olduğu üçün minimum olaraq həmin ədədi nəzərdə tuturuq. Minimum bərabərdir x. Növbəti addımda isə artıq ardıcıllığı göstərmək üçün indekslər daxil edirik. Artıq i bərabərdir 2-yə. Nəyə görə 2-yə bərabərdir? Artıq 1 var çünki. Ədədlərdən biri var. Artıq biz nə edirik? İkinciyə baxırıq. Burada bir şərt daxil edirik. Şərtdə i-nin n-dən kiçik bərabər olduğu şərtini yazırıq və əgər ki i n-dən kiçik bərabərdirsə, yəni hələ n-ə çatmamışıqsa, nə olsun? X-i daxil etsin. Yəni artıq ikinci ədədə baxsın. Və burada bir şərt yaratmalıyıq. Şərtdə nə edirik? Həmin o minimumla, yəni ki, əvvəldə aldığımız o balaca ədədlə hazırki x-i müqayisə edirik. Əgər ki, minimum x-dan böyük olarsa, yəni yeni aldığımız x kiçik olarsa, nə etsin? Minimumun qiymətini dəyişsin. Minimumun yeni qiyməti bərabər olsun yeni aldığımız x-a. Yox, əgər ki, minimum dəyişənində saxladığımız qiymət x-dan böyük deyil, kiçikdirsə, nə etsin? Növbəti addıma gəlsin. Yox. Buna nə edəcəyik təzədən? Şərtin əvvəlinə qaydırıq. Yenə eyni proses təkrarlanır. X daxil olunur. Daha sonra x-in minimumla, yəni ki, əvvəlki aldığımız kiçik ədədlə müqayisəsi gedir. Əgər ki, minimum daha böyük olarsa, minimumun qiyməti dəyişdirilir. Daha sonra nə edirik? Növbəti addıma getməliyik. Bu növbəti addıma gedərkən şərtdə i var axı. i-nin qiymətini nə etməliyik? Dəyişdirməliyik. i-nin qiymətini dəyişdirmək üçün də burada bir hesablama bloku açırıq. Hesab blokunda içinə yazırıq ki, i bərabərdir i plus 1. Yəni artıq nədir? Növbəti addıma keçid etmiş oluruq. Şərtlər ödənir, artıq n-ə bərabər olduğu halda, yəni sonuncu ədədi də daxil edilir, müqayisə aparılır. Ondan sonra nə edirik? Artıq dövrümüz bitdikdən sonra həmin o minimum ədədini çap edirik. Bununla da dövrü sonlandırırıq.